Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya hökumətinin baş katibinin dəvəti əsasında Buxarest şəhərində səfərdədir. Səfərin ilk günü nümayəndə heyəti Buxarest şəhərində Tey Parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib. Abidənin önünə gül dəstəsi qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla anılıb. Rumıniya hökumətinin baş katibliyinin təşkilatçılığı ilə keçirilən dövlət sektorunda innovasiya forumu çərçivəsində Rumuniyada dövlət xidmətləri sahəsində tətbiq olunan innovativ həllərin təqdimatı, həmçinin seçilən layihələrin mükafatlandırılması mərasimi baş tutub. Açılış hissəsində Dövlət Agentliyinin sədri innovasiyaların və müasir texnologiyaların dövlət xidmətlərinin səmərəliliyinin artmasındakı rolu və bu istiqamətdə Asan Xidmət tərəfindən görülən işlər barədə məlumat verib. Asan Xidmət Rumıniya hökumətinin təşəbbüsü və dəvəti ilə bu ölkədə dövlət xidmətləri sahəsində həyata keçirilən layihələrin cari il üzrə qiymətləndirilməsində iştirak edib və qalibə xüsusi olaraq təsis olunan Asan mükafatı təqdim olunur. Azərbaycanın bu sahədə ən yaxşı model sahibi olaraq Asan Xidmətə dair mükafatı ilk dəfə olaraq Avropa İttifaqı üzv ölkəsinin nümayəndələrinə təqdim olunub. Bundan öncəki dövrdə müvafiq mükafat Afrika qitəsində dövlət xidmətləri sahəsində qabaqcıl nailiyyətlər əldə edən dövlətlərin nümayəndələrinə təqdim edilib. Forum çərçivəsində həmçinin Asan Xidmətə həsr edilən xüsusi sessiya keçirilib və Dövlət Agentliyinin nümayəndəsi tərəfindən müvafiq sahə üzrə ölkəmizin qabaqcıl təcrübəsi barədə geniş təqdimat edilib. Səfər zamanı baş tutan tədbir və görüşlərdə Rumuniyadakı fövqəladə və səlahiyyətli səfirimiz Qüdsü Osmanov da iştirak edir.